Abzas Media jurnalistlərinin məhkəmə prosesi davam elədi. Bilirsiniz ki, bizim bu gənclərimiz həbs olunandan sonra da mübarizəni davam elətdirirlər. Onlarla qürur duymamaq mümkün deyil. Bu zərif gənc qızlar, bütün kollektiv, Ülvi Həsənli başda olmaqla, Sevinç Vaqif qızı başda olmaqla, bu adamlar nəyə görə həbs olunublar? Azərbaycan hakimiyyətinin korrupsiyasını sənədli, sübutlu ifşa etdiklərinə görə və Azərbaycan hakimiyyəti, o hakimiyyət ki, son illərdə 1 milyard dollara qədər dövlət orqanları və vəzifəli şəxslər vasitəsilə qrant alıb, həmin hakimiyyət indi bu gənc istedadlı jurnalistləri qaçaqmalçılığa görə, qrant almağa görə mühakimə edir. Əslində hamısı bilir ki, hamı bilir ölkədəki o adamlar cinayətkar deyil, onlar cinayətkarları ifşa eləyən qəhrəmanlardır. Və onlar bu gün də həbsdə belə mübarizəni davam etdirməklə bütövlükdə millətimizin üzünü ağ eləyirlər. Çünki biz onsuz da millət olaraq çox ağır bir tarixi mərhələdən keçirik, sınağa çəkirik. Və bu gənclərin belə cəsur mübarizəsi indiki və gələcək nəsillərə göstərəcək ki, Azərbaycanlılar o ağır repressiya illərində hamılıqla qorxmamışdılar, susmamışdılar. Şərə meydan oxuyan gənclər var idi, jurnalistlər vardı, söz adamları vardı. Və bu gənclər hal-hazırda o mübarizəni ən ağır şərtlərdə davam elətdirirlər. Bilirsiniz, bütün xalqlar demokratiyaya layiqdirlər, haqq eləyirlər. Amma istər-istəməz müzakirə olunur, kim yetişib bu iş üçün, hansı xalqlar hazırdılar? Və mən deyə bilərəm ki, bugün bizim həbsdə olan 360 nəfər siyasi məhbus, Abzas mediaçılar, toplumçular, meydançılar, Tofiq Yaqublu başda olmaqla bu 360 nəfər öz mübarizəsi ilə hər kəsə mesaj verir ki, Azərbaycan xalqı azadlığa o qədər təşnədir ki, onlar bu repressiya şəraitində, avtoritarizm şəraitində mübarizəni dayandırmırlar və hətta azadlıqları bahasına, bəzən həyatları bahasına, ömürləri bahasına haqqı deməkdən əl çəkmirlər. Və hər milləti onun qabaqcıl nümayəndələri, cəsur, mübariz insanları təmsil edir. Azərbaycanlıları qiymətləndirən zaman korrupsionerlərə görə qiymət vermək lazım deyil bu millətə. Hakimiyyət hərislərinə görə qiymət vermək lazım deyil bu millətə. Bu millətə kimsə qiymət verəcəksə, haqqı demək naminə öz gənc ömrünü barmaqlıqlar arxasında keçirməyi gözə almış bu mübariz insanlara görə bu millətə qiymət versin. Bu gənc, zərif qızların mübarizliyinə görə bu millətə qiymət versin. Və haqq uğrunda mübarizədə illərini məhbəslərdə keçirdən həmin bu dürüst insanlara görə bu millətə qiymət versin. İnanıram ki, bu ağır zamanlar gəlib keçəcək. Tarix belədir, həyat belədir. Biz indi millət olaraq ağır sınaq mərhələsi keçirik. Bu mərhələdə mütləq gəlib keçəcək və bu mübariz insanların sayəsində həm də Azərbaycan xalqı o haqq elədiyi azadlıqlara yaxınlaşacaq. Bütün siyasi məhbuslara Tofiq Yaqublu başda olmaqla 22 gündür müddətsiz ölüm acılığı eləyən Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara azadlıq tələb edir. Sağ olun.